Salam kanal izləyiciləri. Bugün sizlərlə lövhədə gördüyünüz belə bir blok sualının izahlarını bölüşəcəm. Gəlin başlayaq sualın izahına. Deməli, sualda bizə nə verir? 2x minus 6 üstə gəl 12 minus 4x plus 12x bölünsün x minus 1 və şərtdə deyir ki, bizə ifadəsinin mümkün həqiqi qiymətini tapın. Baxın, gəlin belə düşünək. 2x minus 6 kökün altındadır və cüt dərəcədən kök aldığı üçün bu həmişə sıfırdan böyük bərabər olmalıdır. O zaman 2x böyük bərabərdir 6-dan, x nədən böyük bərabərdir? 3-dən. Digər tərəfdən 12 minus 4x da cüt dərəcədən kök altında olduğu üçün bu da 0-dan böyük bərabərdir. Və o zaman olur ki 4x kiçik bərabərdir 12 və x kiçik bərabər 3. Təbii ki biz elə qiymətlər götürməliyik ki həm bunun qiymətini ödəsin. Bəs gəlin görək o qiymət hansıdır? Baxın 3-dən həm böyük ədədləri ödəyir, həm də kiçik ədədlər. Bunların kəsişməsi yalnız 3 ədədidir. Deməli, x yalnız 3 qiymətini ala bilər və 3 qiymətini əgər biz ifadədə yerinə yazsaq nə olar? 3 qiymətini burada yazsaq kökdə 0, 3 qiymətini burada yazsaq 2, 3 qiymətini burada yazsaq kökdə 0, 3 qiymətini burada yazsaq 36. Deməli, sualımızın cavabı 36/2, 18 olacaq.